Məlumat verdiyimiz kimi Maliyyə naziri Sahib Babayev Maliyyə Nazirliyi aparatının rəhbəri Cavaşir Yusufovu vəzifəsindən azad edib. Onun bu qərarı müzakirələrə səbəb olub. Adətən yeni nazirlərin fəaliyyətə başlayanda ilk islahatlara aparat rəhbərini dəyişmək olur. Aparat rəhbəri vəzifəsi nədir? Onlar hansı işləri görür, nə kimi səlahiyyətləri olur? Qlobalinfo azad danışan Sabiq Material Ehtiyatları naziri Şəmsəddin Rəhimovun sözlərinə görə əslində aparat rəhbəri nazirlik daxilində əlaqələndirici funksiyanı yerinə yetirir. O bildirib ki, aparat rəhbəri əsasən nazirin tapşırıqlarını icra edir. İstər əməkdaşlarla bağlı, istərsə də başqa tapşırıqlar olsun, onu aparat rəhbəri yerinə yetirir. Eyni zamanda ola bilir ki, həmin nazir başqa nazirliklərə özü zəng etmir. Bunu aparat rəhbərinin xətti ilə həyata keçirir. Fikrimcə, hər bir nazir ətrafında öz adamını görmək istəyir. Bilirsiniz, inamdan da çox şey asılıdır. Əgər yeni nazir köhnə kadra aparat rəhbərinə inanırsa, onu işdə saxlaya bilər. İnam yoxdursa, mütləq onu yola salırlar. Dağ Partiya Başqanı Tural Abbasının fikrincə aparat rəhbərliyi hər nazirliyin əsas və strateji obyektidir. Demək olar ki, bütün işləri aparat rəhbərləri görür. Məsələn, qərara alınan işlərin icrası, nəzarəti, mexanizmi, strukturu və s. hamısını aparat rəhbərləri həyata keçirir. Dolayısıyla nazir və müavinləri siyasi qərar verən orqandılar və onlar nələrəsə qərar verirlər, ancaq həmin qərarların icrası ilə artıq aparat məşğul olur. Yəni nazirliyin əsas əli aparatdır. Abbası bildirib ki, istənilən nazirin vəzifəyə gələndə öz adamı ilə işləmək istəməsi anlaşılandı. Təbii ki, təcrübəli aparat rəhbərləri adətən işdə saxlanılır. Çünki mexanizmi bilirlər, nazirliyin strukturundan xəbərdardılar. Ona görə də təcrübə lazım olur. Bundan başqa, yeni təyin edilən aparat rəhbərləri adətən köhnə rəhbərləri ilə koordinasiyalı bir müddət işləyirlər ki, strukturun detallarını daha yaxşı öyrənsinlər.